Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluhu sallallahu aleyhi ve ala alihi ve sahbihi ve selleme teslimen kethira emme ba'd. Deməli, arkadaşlar, Riyadus Salihin kitabından fəsil İxlas və niyyətin mühüm olması vardı fəsilin. İkinci dərsindən devam edirik. Müəllif niyyət barədə növbəti hədisi gətirir. Möminlərin anası Ummu Abdullah Ayşə radiyallahu anhə deyir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem belə dedi. Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verir ki, yəni bir ordu Kəbəyə hücum eləmək üçün yola çıxacaq. Yəni Beydə adlanan düz bir yerə çatanda Allah subhanahu ta'ala onların əvvələncilərindən tutmuş sonunculara qədər hamısını yerə batıracaq. Və Ayşə radiyallahu anhə təəccüblənir, deyir ki, ey Allahın Rasulü, bəs bu necə olacaq ki, yəni orada axı bazar əhli var, başqa insanlar da var, onlardan olmayanlar da var, o hücum edənlərdən olmayanlar da var. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bəli, orada əvvəlindən sonra kim varsa hamısını Allah yerə batıracaq, lakin niyyətlərinə görə qaldırılacaq hamısını. Qalxanda niyyətlərinə görə qalxacaqlar. Və müəllif İmam Nəvəvi rahimehullah bu hədisi gətirməklə Allah Nəbisi sallallahu aleyhi ve sellem xəbərini bizə çatdırır ki, Allah Nəbisi bizə bu hədislə xəbər verir ki, Allah subhanahu wa ta'ala öz şərəfli evini, Kəbəni bütün şərdən qoruyur. Hətta qoruyacaq qiyamətə qədər. Və Kəbə Allahın evidir. İbrahim və İsmail aleyhisselam onu tikiblər. Onun bünövrəsini qaldırandan sonra bu duanı ediblər ki, Rabbənə təqabbel minnə innəkə entəs-səmiyul alim. Ey Rəbbimiz, bunu bizdən qəbul et və sən eşidən və bilənsən. Və bu evi, Kəbəni Əbrəhə adlı bir zalım hökümdar da Yəməndən hücum edərək dağıtmaq istəyirdi. Fil ordusu ilə, əzəmətli, böyük fil ordusu ilə Kəbəni yerlə yeksan etmək istəyirdi. Və elə ki, yaxınlaşırlar və orada Muğamməs adlanan bir yerdə fillər çökür yerə. Və bir addım belə irəli ata bilmirlər, getmirlər. Elə ki, fillərin üzünü çevirirlər Yəmənə tərəf, fillər qaçaraq gedir. Elə ki, fillər çevirir yenə Kəbəyə tərəf, fillər dayanır, çökür yerə. Və Allah subhanahu wa ta'ala əbabil quşlarını, əbabil nə deməkdir? Yəni dəstə-dəstə uçan quşları göndərərək onlara məhv edir. Bu quşlar hər biri ayaqlarında daş götürərək onların hər birinin başına atırdı. O daş başından girib ayaqları arxasından çıxırdı. Və Peyğəmbər sallallahu aleyhi ve sellem də Hüdeybiyyə döyüşündə Allah Rasulunun dəvəsi qasva dayanır. Və sahabələr dedilər ki, xaləətil qasva. Qasva yoruldu, qasva çöktü. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, mə xaləətil qasva və mə zəlikə ləhə bi xuluqin. Qasva deyir, nə çökmədi, nə də yorulmadı. Bu qasvanın adətindən deyir. Onu filləri saxlayan saxladı. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisdə də bizə bəyan edir ki, yəni Allah Resulü bu hədislə heyvanları belə müdafiə edir zülümdən. Çünki qasvaya adətindən deyildi belə etmək. Lakin onu saxlayan saxladı. Allah dəvələri, filləri saxlayan Allah subhanahu ta'ala onu da saxladı. Qoymadı getməyə. O cəhətdən də Allah Nəbisi sallallahu aleyhi ve sellem məhz həmin vaxtda demişdi ki, "Vəllazi nəfsi biyədihi." Nəfsim əlində olan Allaha and olsun ki, əgər onlar, yəni Məkkə müşrikləri Allahın haram etdiyi, yəni müqəddəs elan etdiyi Allahın şüarlarından hər hansı birinə hörmət göstərən bir təkliflə gəlsələr, bunu onlardan qəbul eləyəcəm. Ona görə də Kəbə Allahın evinə hansı ki hücum edəndə Allah subhanahu ta'ala onları Muğamməs adlanan yerdə məhv elədi ababil quşları ilə. Necə ki Allah Teala buyurur ki, "Fəca'alahum ka'asfin ma'kul." Yəni onları nəyə çevirdi?
yababil quşları onları məhv eləməklə elə bil heyvanların yediyi saman çöpü kimi oldu. Və sonra müəllif buyurur ki, Allah Subhanahu taala öz evini zalim hökmdarın hiləsindən qorudu. Hansı ki Allahın evini dağıtmaq niyyəti ilə gəlmişdi. Söhbət niyyətdən gedir, fəsil. Ona görə də Allah buyurur ki, Həd surəsi 25-ci ayədə: "Və men yurid fihi bi ilhadin bi zulmin nuziqu min azabin alim." Əgər kim deyir, zülm etmək istəyər, haqdan döndürmək istəyərsə insanları, biz onlara ağırlı, acılı bir əzab daddırarıq. Ona görə də axır zamanda da Kəbəyə hücum olunacaq. Böyük ordu. Və bu hədisdə Allah bizə xəbər verdi ki, Beyda adlanan yerdə böyük bir geniş boş yerdir və orada Allah onların əvvəlindən sonuna kim varsa hamısını yerin dibinə batıracaq. Və orada bazarlar da olacaq, onlardan olmayan insanlar da olacaq. Və alış-verişlə məşğul olanlar da olacaq. Lakin Allah Teala onların hər birini dirildəndə niyyətlərinə görə hesaba çəkəcək. Məhz o cəhətdən Ayşə rəziyallahu soruşdu ki, necə olacaq? Axı orada başqa niyyətdə olanlar da olacaq, onlardan olmayanlar olacaq. Məhz bu hədisdə dəlalət edir ki, əməllər niyyətlərə görədir. Hər kəsin etdiyi əməli niyyətinə görədir. Bu hədisdən nə faydası qardaşlar? Batil əhli ilə, düşmən əhli ilə, həddi aşmış qövmlə, zalimlə müştərək olmaq hər hansı bir işdə günah, bəla gələndə hamısına gəlir. Yəni belə deyək, bəla gələndə, müsibət gələndə ayırmır. Bu zalimdir, bu düşmən əhlidir, bu həddaşan qövmdür, bu tağutdur, bu nədir? Bəla gələndə hamısına gəlir. Amma niyyətlərinə görə Allah Subhanahu hesaba çəkəcək. Müəllif deyir ki, ona görə də müsibət varid olanda, müsibət gələndə nazil olanda deyir, salih, günahkar, yaxşı, mömin, kafir, namaz qılan, təkəbbürlü, kim varsa hamısını əhatə eləyir. Amma Allah Teala qiyamət günü onları qaldıranda hər kəs niyyətinə görə hesaba çəkiləcək. O cəhətdən də Allah Teala Quranda Ənfal surəsi 25-ci ayədə buyurur ki: "Vattaqu fitnatan la tusibannellezina zalamu minkum xassa." Qorxun o fitnədən ki, o fitnə sizin aranızda təkcə zalimlara gəlməyəcək. "Və alamu ennallaha şədidul iqab." Bilin ki, Allahın əzabı şiddətlidir. Bu hədisin şahid yeri nədir qardaşlar? İnsan niyyətinə görə diriləcək qiyamət günü. Bu da o deməkdir ki, əməllər niyyətlərə görədir. Sonra müəllif növbəti hədisi gətirir, 3-cü hədisi bu fəsildən. Ayşə radiyallahu anhə buyurur ki, Allah nəbisi sallallahu əleyhi və səlləm belə dedi: "La hicrətə ba'dəl fəth." Fəthdən sonra hicrət yoxdur. "Velakin cihadun və niyyət." Lakin cihad və niyyət vardır. "Və izə stunfirtum fənfiru." Cihada çağırıldığınız zaman çıxın. Bu hədisin mənası o deməkdir ki, fəthdən sonra hicrət yoxdur. Yəni Məkkə fəth olunandan sonra artıq Məkkə İslam diyarına çevrildi. Qiyamətə qədər də belə qalacaq. Artıq oradan başqa hicrət etməyə ehtiyac yoxdur. Bu hədisdə Allah nəbisi hicrəti inkar etdi. Söhbət hicrətin olunmasını deyil. Yəni hicrətin olunmasını inkar eləmədi. Sadəcə Məkkədən harası hicrət eləməyi inkar etdi. Artıq Məkkə İslam diyarıdır və heç vaxtı küfr diyarına çevrilməyəcək qiyamətə qədər. Amma hicrət hər zaman var. İnsan istənilən zaman hicrət edə bilər. Necə ki Allah Rəsulü buyurur ki, başqa hədisdə: "La tanqati'ul hicratu hatta tanqati'ut tövbə." Hicrət kəsilməz hətta tövbə kəsilməyənə qədər. Tövbə də kəsilməyəcək hətta günəş batdığı yerdən çıxmayana qədər. Yəni günəş batdığı yerdən çıxana qədər tövbə varsa, deməli o vaxta qədər hicrət də var. Lakin burada Allah Rəsulunun bildirməsi odur ki, Məkkədən artıq hicrət yoxdur. Məkkə Darul İslamdır və qiyamətə qədər də belə qalacaq. Yəni Məkkə heç vaxtı müşriklərin, belə deyək, diyarına çevrilməyəcək, kafirlərin diyarına çevrilməyəcək Allahın izni ilə. Və Peyğəmbər sallallahu əleyhi və səlləm Mədinəyə hicrət eləyəndən 8 il sonra Məkkəyə qayıdır, müzəffər ordu ilə, döyüşsüz, kömək olunmuş ordu ilə, sahabələrlə döyüşsüz olanı fəth eləyir. Və ondan sonra Məkkə çevrilir İslam diyarına və iman diyarına, salamat diyara çevrilir. Və artıq oradan qiyamətə qədər hicrət eləmək ehtiyac yoxdur. Çünki daima İslam diyarlıq qalacaq. Bu da bir xəbərdir, elhamdülillah. Və Peyğəmbər sallallahu əleyhi və səlləm sonra buyurdu ki, lakin cihad və niyyət var.
Nə deməkdir bu? Yəni Məkkə əhli üçün cihad var. İstədikləri vaxt cihad edə bilərlər. Həmçində niyyətləri var. Yəni cihad üçün salih niyyət. Yəni insan cihada gedəndə niyyəti nə olmalıdır? Allahın kəlməsi uca olsun deyə. Və sonra buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm cihada çağırıldığı zaman çıxın. Cihada gedin. Yəni əgər valiyul əmr, yəni ölkə başçısı, müsəlman dövlətinin başçısı sizi cihada çağırdığı zaman və çıxın. Və çıxmaq vacibdir cihada çağırılan zaman. Və fardu ayindir cihada çıxmaq. Əgər çağırılan zaman, yəni ölkə başçısı çağıran zaman. Və heç kim yerdə qalmamalıdır bundan. Üzrü yoxdursa. Necə ki, Uca Allah buyurur ki, Quran-ı Kərimdə Ya eyyuhəl-ləzīnə əmənu Mə ləkum İzə qilə ləkum infiru fi səbilillahi Thəqəltum iləl-ard Əradiytum bil-həyatid dunya minəl-əxirə Fəmə mətəul həyatid dunya fil-əxirə illə qalil. Allah təala buyurur ki, ayədə açıq aydın, ey iman gətirənlər, sən nə olub ki, Allah yolunda döyüşə çıxın deyildiyi zaman çöküb qalırsınız bir yerdə. Yoxsa axirəti buraxıb dünya həyatına razı oldunuz. Bu cihadın fərz olduğu yerlərdir. Cihad ən birinci harda fərz olur? Ən birinci yer ölkə başçısı cihada çağırdığı zaman çıxmaq fərzdir. Ən birinci yer. Cihadın vacibliyinin ikinci yeri əgər düşmən ölkəni mühasirəyə alıbsa, sənin ölkənə hücum edibsə, o zaman fardul ayindir ki, cihada çıxasan. Bu zaman hər bir kəsə vacibdir ki, vuruşsun. Hətta qadınlar, hətta yaşlı kişilər, qadir olmaq, yəni vuruşmağa qadir olan yaşlı kişilər belə vacibdir ki, vuruşsun. Çünki bu müdafiə cihadı sayılır. Ona görə müdafiə cihadı ilə tələb cihadının fərqi buradadır. Tələb cihadı ölkə başçısı çağıranda çıxırsan. Kimi çağırırsa çıxmalıdır. Misalca səfərbərlik elan edir ki, filan vaxtı gəlsin. Filan yaşda, filan yaşı qədər. Kim qadirdirsə, üzrü yoxçu getməlidir. Amma müdafiə cihadında isə çağırmağa ehtiyac yoxdur. Hər kəs ora qatılmalıdır, hətta qadınlara qədər. Ölkəsini müdafiə eləmək üçün. Üçüncü yer haradır? Əgər müsəlmanlarla kafirlər səf-səfə durarlarsa, üz-üzə, həmin vaxt cihaddan qaçmaq haramdır. Və böyük günahlardan və həlak edici günahlardandır. Həmin vaxtda cihad eləmək fardu ayindir. Allah təala buyurur ki, Quran-ı Kərimdə ey iman gətirənlər, kafirlərlə döyüş meydanında qarşılaşsanız, arxanızı onlara çevirib qaçmayın. Yəni, qüvvə topla, yenidən hücum elə, vuruş. Yenidən döyüşə qatılmaq üçün bir tərəfə çəkilən və ya başqa dəstəyə qoşulan müstəsnadır. Bu qrupadan çıxıb, bu qrupaya qoşulursan. Amma geri qaçım, çıxım gedim, bu böyük günahlardan, həlak edici günahlardandır. Ayədə bəyan edir Allah təala. Və Peyğəmbər sallallahu əleyhi və səlləm xəbər verir məşhur hədisdə ki, 7 həlak edici günahdan biri də döyüş meydanından qaçmaq. Yəni kafirlərin üz-üzə olduğu zaman. Dördüncü yeri isə qardaşlar, fardul ayn olan yeri cihadın insana ehtiyac olan zaman. Misal üçün döyüşdür, elə bir silah var ki, o səndən başqa istifadə edə bilən yoxdur. Elə silah var ki, və yaxud da onu az adam istifadə edə bilir, onlar da dünyasını dəyişib, həlak olur, şahid olub. Və sənə ehtiyac varsa orada və yaxud da sənin güclü taktikaların var, strategiyalar bilirsən və yaxud da müəyyən şeylər, elə halda da insana vacibdir ki, cihada qatılsın. Fardu ayn olur həmin vaxtı. Amma bundan qeyri hallar fardu kifayədir. O fardu kifayə olan yerlərdə də valideynin icazəsi nədir? Şərtdir. Ona görə elm əhli deyir ki, qardaşlar, insan Allah yolunda döyüşəndə Allahın kəlməsi ucu olsun deyə döyüşməlidir. Bəzən insanlar qarışdırırlar, vətən uğrunda və yaxud da vətəni müdafiə eləmək üçün döyüşmək. Təbii ki, insan bilməlidir ki, əgər sənin ölkə müsəlman ölkəsidirsə, sən yenə də ilk öncə niyyətində nə olmalıdır? İslam uğrunda, Allahın kəlməsi ucu olsun deyə, müsəlmanları qorumaq üçün. Zaten vətən də onun içərisində gedir. O cəhətdən də insan niyyətlərində, niyyət çünki mühümdür insanda, onlara diqqət eləməlidir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Mən qatələ littəquna kəlmətullahi yəl-ulya fəhuv fisabilillah."
Kim Allahın kəlməsi uca olsun deyə döyüşərsə, o Allah yolundadır. Yəni həmin anda ölərsə, Allah yolunda ölmüş sayılır və şəhid olmuş sayılır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm üçün başqa da müsəlmanlara həvəsləndirərək buyurur ki, kim Allah yolunda yaralanarsa, hər hansı bir yara alarsa və qiyamət günü gələcək, o yarasından qan axaraq müşk qoxusu iyi verərək gələcək. Və bu da Allah yolunda döyüşərək yaralanmağın və yaxud da şəhid olmağın böyük fəzilətini göstərir. Ona görə də insana vacibdir ki, insan bu şeylərə həmişə diqqət eləsin, niyyətlərinə hər zaman diqqət eləsin. İnşallah bununla kifayətlənirik qardaşlar. Qalsın adlı növbəti dərsə. Subhanakallahumma və bihamdik, əşhədu an la ilaha illa ente, əstəğfiruka və atubu ileyh.